Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz fonetikadan samitlər bölməsidir. Bildiyimiz kimi samitlər iki yerə bölünür. Kar samitlər və cingiltili samitlər. Kar samitlər kürdən ibarət olduğu halda cingiltili samitlər küy və avazdan ibarət olur. Bunlar qarşılıq formada özlərini göstərirlər. Qarşılıqlar ekranda gördüyünüz kimi verilmişdir. Bunları bilmək mütləqdir. Kar samitlərdə k və xıştırıq səslərinin yazıda xüsusi işarəsi yoxdur. Bir daha qeyd etdim ki, səsləri transkripsiya adlanan işarədə verilir. Hərfləri yazır və görürük, səsləri deyir və eşidirik. Səsləri yazıda göstərmək üçün transkripsiya mütləqdir. K hərfi. K hərfi bildiyimiz kimi 5 səsi ifadə edir. K səsini kələm, K səsinə kulub, Y səsinə. Y səsi o zaman baş verir ki, sözün sonu K samiti ilə bitərsə, özündən sonra saitlə başlanan şəkilçi və yaxud söz gələrsə, K-yə əvəzlənməsi baş verir. Bura diqqət edin. Çiçək ətri. Yazılanda K kimi yazılır. Özündən sonra sait gəlib. Amma tələffüzdə Y-yə çevriləcək çiçək ətri. Yazılışda birləşik şəkilçilərin yazılışında isə Y kimi yazılır və deyilir. Çiçəyin, çiçəyə. X səsini. X səsi 3 halda baş verir. Birincisi, K səsi sözün ortasında işlənərsə, hər iki tərəfi incə saitli sözlərin əhatəsində olarsa, K xıştırıq kimi tələffüz ediləcək. Bəkməz, bəxməz. Özündən sonra samitlə başlanan şəkilçi və yaxud söz gəlsə, K xıştırıq səsinə çevriləcək. Çiçəkdən, çiçəkdən. Çiçək ləçəyi, çiçək ləçəyi. Bir də üçüncü variantı tək formada işlənərsə, K xıştırıq kimi tələffüz ediləcək. Çiçək, çiçək. Digər bir səsimiz isə C səsini ifadə edir. K səsinin zingiltili qarşılığı C səsinə. Seçki yazılır, seçki deyilir. Bu o zaman baş verir ki, sözün ortasında iki kar samiti yanaşı gəlir. Bildiyimiz kimi dilimizdə iki kar samiti yanaşı tələffüz etmək çətinlik yaratdığı üçün kar samitlərdən biri cingiltiləşir. Bu zaman rahat tələffüzə şərait yaradır. Bir də qoşa K yanaşı gələrsə, mütəkkə yazılır, mütəkkə deyilir. Bu sözlərin tələffüzündə heç bir fərq olmur. Bunları bilmək mütləqdir. Şərik, malik, müştərək, müdrik, iştirak, əmlak, babək, həlak, texnik, aptek, mexanik. G hərfi. G hərfi 4 səsi ifadə edir. Q səsini, qala, qapı. Q-nın kar qarşılığı olan K səsini, təksir, məqsəd. Burada özündən sonra, Q-dan sonra kar samit gələrsə, özü artıq karlaşır. Alınma sözlərin sonunda Q kimi tələffüz edəcək. Üfüq yazılır, üfüq deyilir. Özündən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə də bu hal baş verəcək. Məntiqdə, məntiqdə. Amma saitlə başlanan şəkilçi və ya söz gələrsə, heç bir hadisə baş vermir. Sadiqə. Ğ səsini ifadə edir. Nə zaman özündən sonra saitlə başlayan şəkilçi və ya söz gələrsə, otaq ətri ayrı yazılan söz işləndikdə özündən sonra saitlə başlanan Q kimi yazılacaq, tələffüzdə Q-yə çevriləcək, otaq ətri. Amma şəkilçi birləşik yazılsa, saitlə başlanan şəkilçi, bu zaman Q kimi yazılır və Q kimi də tələffüz edilir. Otağın, qonağın. Q səsinin kar qarşılığı olan X səsini ifadə edir. Nə zaman? İki halda. Özündən sonra samitlə başlanan şəkilçi və ya söz gəlsə, burada olduğu kimi, yəni otaqdan, otaqdan, otaq qapısı, otaq qapısı, bir də tək formada işlənəndə qonaq, qonaq. Sözün sonu bıdıcıcı samitləri ilə bitərsə, burada da iki hal baş verəcək. Ya olduğu kimi yazılacaq, tələffüz olduğu kimi qalacaq, ya da özlərinin kar qarşılığına çevriləcəklər. Nə zaman kar qarşılığına çevrilir? Bu da iki formada. Tək formada olanda, bir də özündən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə. Tək formada kitab yazılır, kitab deyilir, bulud, bulud, səhəng, səhəng, ağac, ağac. Özündən sonra samit gəlsinə başlayan şəkilçi gəldikdə, kitabda, kitabda, yenə də kara çevriləcək. Bulud topası, bulud topası. Səhəngdə, səhəngdə, ağacdan, ağacdan. Bu, özündən sonra saitlə başlayan sözə də aiddir. Bulud topası. Bunu diqqətdə saxlayın. Saitlə başlayan şəkilçi və ya söz dilərsə isə heç bir hal baş vermir. Olduğu kimi qalır. Kitabı, buludun, səhəngin, ağacın və s. Bəzi sözlərdə ç, ş kimi tələffüz edilir. Bəzilərində c, j kimi tələffüz edilir. Nə zaman? Sonu ç ilə bitən sözlərdən sonra d, z, s, t, l-nı samitləri ilə başlayan şəkilçi və ya söz gəlsə,
C, ş əvəzləməsi baş verəcək. Qaçdı. Qaç sözün kökü d, qrammatik şəkilçi. D samiti gəldiyi üçün ş-yə çevriləcək tələffüzdə. Qaçdı, qaçdı. C, j əvəzlənməsi. Bu nə zaman baş verir? Sözün ilk c samitindən sonra. Məsələn, güc, ilk c-dir. C-dən sonra d, l, s, z samitləri gəlsə, c, j-yə çevriləcək. Güclü, gücdü. Eynicisli qoya samitli sözlər. Bunlarda bir məsələni diqqətdə saxlayın. Əgər eynicisli işlənən samit kardırsa, özünün cingiltili qarşılığına çevriləcək ikincisi. Əgər cingiltilidirsə, birincisi özünün kər qarşılığına çevriləcək. Gəlin baxaq. 8 yazılır, 8 deyilir. Təşəkkür yazılır, təşəkkür deyilir. Dediyim kimi, dilimizdə qoşa kar samitinin işlənməsi çətinlik yaradır. Bu səbəbdən də samitlərdən biri öz cingiltili qarşılığına çevrilir. Tap pıltı yazılır, tap bıltı deyilir. Cup pultu yazılır, cup bultu deyilir. Qoşa t-larda hət ta yazılır, hət da deyilir. İttiham yazılır, ittiham deyilir. Burada isə cingiltilidir. Qoşa c, q cingiltili olduğu üçün özünün kar qarşılığı k-ya çevriləcək. Doqquz yazılır, doqquz deyilir. Saqqız yazılır, saqqız deyilir. Açıq qəlbli söz birləşməsi isə bizim əvvəlki qaydamıza, yəni sözün sonu q ilə bitərsə, özündən sonra samit ilə başlanan şəkilçi və ya söz gələrsə, q, x əvəzlənməsi baş verir. Yəni bu qaydaya tabe deyil. Bunu yanlışlıqla qoşa q kimi götürməyin. Açıq qəlbli olacaq. Qoşa y samiti. Qoşa y samiti şəkilçi, yəni iyyət-iyyə şəkilçinin daxilində olarsa, bir y kimi tələffüz edilir. Qeydiyyat. Sözün kökü qeyd etməkdir. Qeyd edirsən, qeydiyyat olur. Bu zaman şəkilçi daxilində olduğu üçün qoşa y-lardan biri düşəcək. Amma bu qaydaya tabe olmayanlar da var. Aşağıdakı bu sözlərdə sözün daxilində də olsa, qoşa y-lardan biri düşəcək. Vəziyyət, səhiyyə, səciyyə, səviyyə, vəsiyyət, heysiyyət, məziyyət. Bu sözləri əzbərləmək mütləqdir. Qoşa y söz kökündədirsə olduğu kimi qalır. Yəni niyyət sözündə bu kök və yazıya ayrılmır. Sözün daxilində də y, yəni niyyət yazısı deyil. Bu zaman qoşa y-lar olduğu kimi qalacaq. Pis niyyət, xoş niyyət sözləri də mürəkkəb söz kimi pis və niyyət sözlərinin birləşməsi xoş və niyyət sözlərinin birləşməsindən olduğu üçün yuxarıda da deyilib ki, niyyət sözündə düşmür. Bu zaman xoş niyyət və pis niyyət sözlərində də düşməyəcək. Eynicisli qoşa bu gördüyünüz samitlərdə heç bir hal baş vermir. Bunu asan yadda saxlamaq üçün l-m-n-r sonar samitlərini yadda saxlayın. S-nın quyruqsuz ş, z-s hərf birləşməsini, v-f hərf birləşməsini yadınızda saxlayın. Bu isə tək olaraq qalacaq. Bu formada rahat əzbərləyə bilərsiniz. Amma dilçiliyimiz istisnalarla çoxdur. Dilçiliyimizdə istisnalar çoxdur. Qoşa m və s-da bu istisnalar var. Qrammatika yazılır, qrammatika deyilir. Kommunal yazılır, kommunal deyilir. Rejissor yazılır, rejissor deyilir. Bildiyimiz kimi dilimizdə tək hecalı qoşa samitli sözlər var. Bunlara samitlə başlayan şəkilçi artırdıqda əlbəttə ki, 3 samiti bircə nə yazmaq, nə də tələffüz etmək mümkün olmaz. Buna görə də samitlərdən, qoşa samitlərdən biri düşəcək. Haqlı, yox, haqlı, sirdən, rahat formada. İstisna, his və kül sözdür. Çünki bunların homonim xüsusiyyəti var, başqa sözlərdə ifadə edir. Amma mürəkkəb sözün daxilində bu sözlər mürəkkəb sözün daxilində olduqda isə heç bir fərq olmayacaq. Çünki bunu ayıran bir vasitə var. Haqq hesab yazılır, haqq hesab deyilir. His həyəcan yazılır, his həyəcan deyilir. Mürəkkəb sözlərin ikinci tərəfi kimi çıxış etdikdə artıq qoşa t-ların yazılması mənasızdır. Buna görə də bir t ilə yazılacaq. Rəsm, xətt, hüsn, xətt və s. Müxtəlif cinsli qoşa samitli sözlər. Müxtəlif cinsli qoşa samit nədir? Yəni, iki dənə samitin yanaşı gəlməyi müxtəlif cinsli olsun. Asfalt sözündə iki kar samit yanaşı gəlir. İki kar samitin tələffüzü çətin olduğu üçün ikinci f samiti özünün cingiltili qarşılığına çevriləcək. Asfalt yazılır, asfalt deyilir. Taxta yazılır, taxta deyilir. Təşkilat yazılır, təşkilat deyilir. İstisna, yenə bildiyim kimi dilçiliyimiz istisnalarsız mümkün deyil. İstisnalar. Məşhur, taksi, şturman, şkaf, ştat, mister, zəhmətkeş, sənətkar, refleks, şpris. Bu sözlər istisnalardır. H hərf birləşməsində bəzilərində dəyişir, bəzilərində isə dəyişmir. Dəyişənlər, bunları bilmək üçün əzbərləmək mütləqdir. Möhtərəm, möhtərəm kimi tələffüz ediləcək. Möhtəşəm,
möhtəşəm kimi tələffüz edəcək. Dəyişməyənlər, bunlar olduğu kimi qalır. Ehtimal, ehtiram, ehtişam, ehtiyac. Bu sözləri yadda saxlayın. V hərfinin F kimi tələffüzü. Yəni V cingitili samiti özünün kar qarşılığı F-yə çevrilir. Avtomat, avtomat. Avtobus, avtobus. Avtograf, avtograf. Əfv demək çətindir. Əf rahat formada, axıcı formada gedir. Kar samit burada cingitili samitə çevrilir. Sözün sonu st, ft, şt ilə bitərsə, yəni burada da 3 samiti yanaşı tələffüz etmək çətin olduğu üçün burada nə qarırıq? Kar samitin birin, yəni t-nı silirik. Dost yana yazılır, dost yana deyilir. Neftçi yazılır, neftçi rahat formada deyirik. Güzəştsiz. Görün nə qədər çətindir dilimizdə, nə qədər çətinlik yaradır. 3 samiti yanaşı tələffüz etmək. Buna görə də t-nın biri düşəcək. Güzəştsiz. Söz ortasında n samitindən sonra b m samiti gələrsə, n m kimi tələffüz ediləcək. Tənbəl yazılır, tənbəl deyilir. Dinməz yazılır, dinməz deyilir. Burada da əlbəttə ki, istisnalarımız var. Bunları da əzbərləmək və yaxud yadda saxlamaq mütləqdir. Peyğəmbər, kombayn, kombinat, kompas, kombi və s. və ilə axır. Bu sözləri öyrənin. Dilimizdə də bəzi sözlər var ki, onlar müxtəlif cinsli samitlərin birləşməsindən yaranan və tək hecalıdır. Qəbz, qəsr, zülm, nəbz, hüzün, üzv, sədr, sehir. Bu sözlərə samitlə başlanan şəkilsi artırdıqda artıq neçədə samit olacaq? 3 dənə samit. Baxın, fikir verin, qəsrdən. Bunu tələffüz eləmək əlbəttə ki, çətindir. Artıq burada ixtisara yol verməyəcək, biz də sait əlavə edəcəyik. Qəsirdən rahat formada tələffüz edəcək. Qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, şəkil, heyif, meyil. Bunlar 2 saitlə deyiləcək. Bu sözlər isə 1 sait ilə yazılır. Bunları 2 sait ilə yazman. Cəbir yox, cəbr, əmr, həsr, həbs, hökm, hüzün, hüsün, kəsir, qəbz, qəsr, qəhr, nəbz, nəfs, nəsir, sehir. Bunlar ərəb fars dilində leksik mənası olduğu üçün bizim dilimizdə tələffüzündə heç bir fərq olmayacaq. Şəkilçidir var. Sənət sözünün köküdür, kar leksik şəkilsidir. Olur sənətkar. Yazılış və tələffüzdə heç fərq olmur. Söz ortasında v-tı samit qoşaraq gələrsə, birinci samit kar qarşılığı kimi tələffüz ediləcək. V-nın kar qarşılığı nə idi? V, f, f-ya çevriləcək. Avtomat, avtomat. Əgər kar cinsli qarşılıqları bir-birinə qarışdırırsınızsa, əzbərləməkdə probleminiz varsa, əlinizi ağzınıza yaxın tutun və deyin v, f. Əgər hansındasa hava axını çox dəyirsə, bu olur kar. Stan şəkilçisi, stan, ikisi kar samitdir. Yanaşı tələffüz etmək çətin olur. Bu zaman nə olacaq? T-nı özünün cingitili qarşılığına çevirəcək. Stan kimi tələffüz ediləcək. Dağıstan yox, Dağıstan rahat formada. Bu sözlərdə H hərfi yazıldığı kimi tələffüz edilir. Bu sözlərdə diqqət etməyiniz məsləhətdir. Bunları da öyrənin. Məşğul, məşğələ, məğlub, məğrur, nağıl, işğal, nağıl, nağd, təbliğat, kəlağayı, rəğmən, sorğu, məğz, portağal, onurğa, sırğa, qoğal, loğman, rəğbət və s. Diqqətiniz üçün təşəkkürlər. Növbəti slaydımızda görüşənədək.